Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain emme ba'd. Aziz ve değerli kardeşler, Allah'tan istedik ki Allah Teala meclisimize bereket versin ve hayırlı meclislerden etsin. Mevzumuz tövbe ile bağlıdır, tövbe ile bağlıdır. Tövbe etmeyin önemli olması. Her bir Müslüman yani diye ki tövbeye riayet etmelidir, tövbeden almamalıdır, tövbe etmelidir, ihtiyaç oldukça. İki fe inne tövbe min ecelli ibadet ve azama. İki tövbe ibadetin en büyüğüdür ve en lazımlı olan ibadettir. Tövbe etmek. Ve tövbe etmek nedir? İnsanı dünya ve ahirette saadete, hoşbəxtliğe yani nail edir. Çünkü tövbe etmek insanı diye ki Allah'a yakınlaştırır. Tövbe etmeyle insan hem dünyada hem ahirette saadete kavuşur. Çünkü Allah Teala diyor ki "Vetubu ilallahi cemian", bütünlükle Allah'a tövbe edin. Allah Teala emredir tövbe etmeyi. Ve böylelikle her bir müminin hedefi, məqsədi olmalıdır. Günah ettikdə Rabbine tövbe etsin. Rabbine qayıtsın. Günah etmeyende bir kul yoktur yani. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem der ki bütün Adem evladı günahkardır, hatakardır. Ve en hayırlı hatakarlar tövbe edenler. Yani kul tövbe ettikçe, yani günah ettikçe hemen tövbe etmesi lazım. Ve sonra biz bu tövbe ile bağlı olan Kur'an'da çok ayetler var. Ve o ayetlerden götürülen qaydalar, yani neticeler götüreceği, faydalar götüreceği ki yani günah eden insan ne etmeli? Tövbe ederken nelere riayet etmelidir? Neyi korumalıdır? Ve bu mevzuya girmeden önce Kur'an-ı Kerim'de böyle bir ayet var tövbe ile bağlı. Bazı insanlar onu diye ki şüphe kimi getirirler ve doğru düzgün başa düşmürler. Ayette böyledir ki Allah Teala der ki innemet tevbetu alallahi lillezine ya'malun su. Diyor ki tövbe o kəslər üçündür ki, yalnız o kəslər üçündür ki, diqqətlə olasın. Günahı bilməyərəkdən edənlər üçündür tövbe. Ayetin mənası budur yani. Zahiri mənası budur. Yani çünkü orada cehalet değil. Yani cehalet bakımından, elimsiz bakımından günah ederse tövbe onlar üçündür. Bunu eksi belə başa düşülür ki insan günahı bilerekten ederse ve onu tövbe etse kabul olunur. Ayetin yani zahiri mənası bunu bize anlatır ama bu belə değil. Burada Allah Teala bu ayette buyurduğu cehalet sözü yani o yani elediğin günahın hükmünü bilmemek anlamına gelmir. Sadece Allah Teala bu ayette vurguluyor ki İbn Abbas ve başka alimlerden, gerek seleflerden yani burada mana odur ki Allah'a asi olarak günah eden herkes günah ettiği anda cahillik halındadır. Günah ettiği anda cahillik halında sayılır. Ama o anlama gelmir ki insan günah ederse, cahil olarsa Allah Teala onu yani ondan günahlar tövbeni kabul edir. Yani kim bilerekten tövbe ederse, günah ederse, sonra tövbe ederse kabul olunmur. Bu demek değil. Ayetin açıklaması odur ki ayette cahillik dedikdə hükmünü bilmek qəsd olunmur yani. Hükmünden haberi yoktur. O qəsd olunmur. Sadece Allah Teala vurguluyor ki günah eden insan yani günahı ederken cahil sayılır. Ve onun o hususiyeti cahillik hususiyetidir. Başa düştünüz mü? Yani o hükmünü bilmemek anlamına gelmiyor. Bu ayeti yadda saklayın. Yani siz eve döndükdə Nisa surası 17. ayenin tercümesini okusanız yani başa düşeceksiniz ki insan yalnız bilmeden günah eləyərsə tövbəsi kabul olunur. Bilerekten günah eləyərsə tövbe kabul olunmur. Deməli bilmeden etmək mənası dediği ki Allah'a asi olarak günah eden herkes günah ettiği anda cahillik halındadır. Yani o sıfat olarak cahili andadır. Ve yani nefsine uyduğu için ağılla değil cahillikle hareket etmiş olur. Yani günah ettiği anda cahillik hareket etmiş olur. O anlama gelir. Başa düştünüz mü? Ve ona göre yani o ayetin manası odur. Ve dediği ki tövbe etmeyi de en büyük ibadetlerden biri sayılır.
Ve sonra yani ayetlerden götürülen manalara geldikte el asıl enne babu tövbe meftuhun. Deyir ki, əsl odur ki, tövbə qapısı açıqdır. Nə vaxta kimi? Günəş batdığı yerdən doğana dək. Günəş batdığı yerdən doğana dək nədir? Tövbə qapısı açıqdır. Av təbliğur ruhu hulqum. Və ölüm insanın boğazına yetişənə dək. Bu iki hal olmadıkça əsl odur ki, tövbə qapısı nədir? Açıqdır. Qul tövbə etməlidir, tövbəyə qayıtmalıdır. Yəni, ümumi ayətlərdən götürən məna budur, yəni. Şəriətin dəlilləri, Quran-ı Kərimdən və Peyğəmbərimiz s.ə.v hədislərindən götürən nəticə odur ki, əsl odur ki, tövbə qapısı açıqdır. Bu iki hal olmadıkça, günəşin batdığı yerdən doğmadıkça və ölüm boğaza yetişmədikçə. Anladınız mı? Və ikinci yəni, qayda odur ki, kullu zənbin təsuhu minhu tövbə. Bütün günahlardan tövbə var. Yəni, filan günahdan tövbə yoxdur, filan günahdan tövbə var. Belə bir şey yoxdur. Qayda onu bildirir ki, hər bir günahdan nə var? Tövbə var. İdə istəvat şuruduhə. Yalnız şərtləri tamamlansın. Şərtlər tamamlandıqda insan bütün günahlardan tövbə edə bilər. Böyük, kiçik fərq eləməz. Şirk və ona oxşar, ona bənzər, nə varsa. Hər bir şeydən tövbə edə bilər. Və digər qayda odur ki, şəriətdən götürülən tövbə vacibətun aləl fawr. Tövbə tezliklə olunmalıdır, yəni tez olunmalıdır. Həmən həyata keçməlidir. Və la yecuz təxiruha bila uzr. Yəni üzürsüz, səbəbsiz yerə tövbəni gecikdirmək olmaz. Sən günah etdin, yəni sonra edərəm. Bu düzgün deyil. Şəriətin məqsədinə uyğun deyil. Şəriətin məqsədi odur ki, insan günah edən kimi həmən tövbəyə qapanmalıdır. Həmən tövbəyə getməlidir. Və ona görə qayda odur ki, ət-təvbə vacibətun aləl-fawr və la yecuz təxiruha bila uzr. Üzürsüz tövbəyə gecikdirmək olmaz və tövbə həmən olunmalıdır, tez həyata keçməlidir. Və digər şəriətdən, yəni ayətlərdən götürən qayda odur ki, la təsuhhu tövbə illə bil ixlas. Tövbə yalnız ixlasla qəbul olunur, səhi olunur. İxlas olmadan edilən tövbənin nəyi yoxdur? Faydası yoxdur. İnsan yalnız tövbəni Allah üçün etməlidir. İxlası olmalıdır. Allah rizası üçün, Allah üçün etməlidir. Əks halda insandan tövbə qəbul olunmur. Və digər qayda da odur ki, şurudu tövbə thəlâthetun İzə kənə zəb beynəl abdu və rabbə. Deyir ki, tövbənin şərtləri üçdür. Əgər günah qulla Allahın arasındadırsa, çünki günahlar fərqlidir qardaşlar. Günahlar var qulla Allahın arasında olan, günahlar var qulla qulun arasında olan. Allahla qulun arasında olan günahların, yəni günahdan olan tövbənin şərtləri nədir? Üçdür. Birincisi, əzzəm beynəl abdu əl-iqla anəzzəm. Günahı tərk eləmək. Birinci budur. Tövbə etməyin şərtlərindən birisi, tövbə edən şəxs günahı tərk etməlidir. Hansı ki o günahı etmişdi, onu tərk etməlidir. Sonra ən-nədəm alə fi'li və onu etdiyinə görə peşman olmalıdır. O günah etdiyinə görə peşman olmalıdır və üçüncü şərt odur ki, əl-azm alə ədəmin avdə ileyh və əzm etməlidir ki, niyyət etməlidir ki, bir də o günaha dönməyəcəm. Bu üç şərt qulun Allahla arasında olan günahın qəbul olunması üçün, yəni tövbənin qəbul olunması üçün lazım olan nədir? Şərtdir. Amma qulla qulun arasında olarsa, o zaman necə olur? Ya halallaşmalıdır, ya da haqqını qaytarmalıdır. Amma qulla Allahın arasında olan isə, yəni bu şərtləri, bu üç əsası həyata keçirərsə, artıq Allah Teala onun tövbəsini qəbul edər. Günahı tərk etmək, bir də ona qayıtmamaq, bir də ki, etdiyi günaha görə peşman olması. Və digər qayda ayətlərdən götürən ət-təib minəz-zəm kəməlləzəm belə. Deyir ki, kim günahdan tövbə edərsə, sanki günah etməmiş kimidir. Yəni bu onu göstərir ki, tövbə böyük, əzəmətli bir ibadət. Yəni insan günah etməyinə baxmayaraq, əgər tövbə edərsə, Allah Teala onun günahını bağışlayır. Sanki günah etməyib. Və Peyğəmbərimiz s.ə.v bu haqda da hədisdə bildirir ki,
yəni tövbə özündən əvvəl edilən günahları silib aparır. Yəni tövbə bu qədər əzəmətli bir ibadət. Belə olduğu halda mümin tövbədən geri qalmamalıdır, tövbəni tərk etməməlidir. Mən günah edirəm deyə Allahdan ümidini üzməməlidir. Günah etdi, həmən Allaha dönməli. Həmən Allahdan bağışlanma, peşman olması, Allah üçün tövbə etməsi, peşman olması və günahı tərk etməsi. Və digər qayda odur ki, Ət-tövbə təmhuz-zunub məhmə azumət izə sadaqat. Deyir ki, günah nə qədər olur olsun, nə qədər uca, böyük, əzəmətli günah olur olsun, əgər tövbəsində sadiqdirsə, Allah təala onu bağışlayacaq. Yəni bu ayətlərdən Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin hədislərindən götürülən ümumi qaydalardır. İnsanın etdiyi günah nə qədər böyük olur olsun, əgər sadiq, doğru düzgün tövbə edərsə, Allah təala onun tövbəsini alır, onun günahını bağışlayır və tövbəsini qəbul edir. Və sonra digər qayda da odur ki, el-israr aləd-zəmb yunafi kəmal-et-tövbə. Deyir ki, günahın üzərində davamlı qalmaq tövbənin kamilliyini silib aparır. Yəni insan günahın üzərində davamlı qalırsa, yəni tövbə etmirsə, günahın üzərində qalırsa, deyir ki, bu yunafi kəmal-et-tövbə, tövbənin kamilliyini silib aparır. Yəni insan günah etdikdə həmən peşman olması, həmən tərk etməsi, həmən narahat olması lazım və onu tərk etməsi lazımdır. Və çünki yəni israr olaraq, davamlı olaraq günahın üzərində qalmaq, yəni bu insanın etdiyi tövbənin, yəni tövbə edir, günahın üzərində qalır, tövbə edir, günahın üzərində qalır. Bu isə onun tövbəsinin kamilliyini aradan qaldırır. Və bir digər qayda da tövbə ilə bağlı min əlamət sıdqət tövbə. Deyir ki, tövbənin doğru olmasının əlamətlərindən, yəni sadiq olmasının doğru olma əlamətlərindən biri nədir? Salahu hal ba'də tövbə və istiqamə aləd-da'a. Qulun, yəni bir qulun tövbəsinin doğru olması, tövbədən sonra onun doğru düzgün həyat sürməsidir, doğru düzgün ibadətdə qalmasıdır. Və yaxud da onun halının dəyişilməsidir. İnsan tövbə etdikdən sonra tövbədən əvvəlki hal olmamalı, daha yaxşıya doğru getməlidir. Yəni bir insanın tövbəsinin nümunəsi, büruzə etdirən amil və yaxud da nümunə odur ki, onun halı düzəlib və ibadətlərə bağlanıb, sarılıb. Yəni tövbə etmək səni halını düzəltməlidir. Əgər tövbə edib yenə də köhnə vəziyyətdəsənsə, o deməkdir ki, sənin tövbən həqiqi deyil. Kamil tövbə deyil. Həqiqi tövbə səni islah eləməlidir. Səni düzəltməlidir. Amma səni düzəltmirsə, səni ibadətə yönəltmirsə, bu həqiqi tövbə deyil. Həqiqi tövbə səni düzəltməlidir, islah eləməlidir. Həqiqi tövbə səni ibadətə yönəltməlidir. Yəni bu ilə insan öz etdiyi tövbənin dəyərini, qiymətini, həqiqətini ortaya qoya bilər. Bir insan tövbə etdikdə onun doğru düzgün olmasını bilmək istəyirsə, öz halına fikir versin. Yəni halı düzəlibsə, halı islah olubsa və ibadətə yönlənibsə, o zaman tövbənin doğru olmasına bir işarədir. Və digər qayda da odur ki, min rahmətillah ennəs-seyyiət qad tübəddəl həsənət-i tövbə bis-sadiqə. Yəni ayətlərdən götürən qayda budur ki, tövbə ilə bağlı. Deyir ki, Allahın rəhmətindəndir ki, qul tövbənin sayəsində etdiyi günahlar savaba çevrilir. Çünki Allah Teala deyir ki, Quran-ı Kerimdə sizin etdiyiniz günahlar tövbə sayəsində nəyə çevrilir? Həsənətə çevrilir. Yəni bu Allahın rəhmətindəndir. Allahın rəhmətindəndir ki, yübəddilullah seyyiətim həsənət. Allah Teala onun seyyiətlərini, günahlarını həsənətə çevirir. Bu tövbə Allahın qullara olan nədir? Rəhmətidir. Və sonra sələfin halına qayıtanda onlar tövbə ilə halları necə idi? Tövbəyə münasibətləri necə idi? Dikənə sələf ya'tənunə bit-tövbə inayətin azimə. Deyir ki, sələflər tövbə mövzusunda çox güclü idilər, çox şiddətli idilər. Və ondan çox məşğul olurdular. Yəni ona önəm verirdilər tövbə etməyə. Yəni hər bir hallarında Allaha tövbə edirdilər. Və ya'uddunha tariqun necə və sələflər tövbəni
kurtuluş yolu kimi hesab edirdilər. Kurtuluşa ermək üçün en büyük yollardan hesab edirdilər. Nakətət ibadətim və xavfim minallah. Baxmayaraq onlar çox ibadət edirdilər, Allah'tan daha çok korkurdular. Buna bakmayarak tövbəni onlar o kadar değerli, kıymetli bilirdilər ki, tövbe kurtuluşa nail olması için insanın en büyük sebeplerden biridir. Sonra deyir ki, وَمِنْ اَحْوَالِهِمْ اَنْ فِي التَّوْبَةِ الْمُبَادَرَ اِلَى التَّوْبَةِ وَعَدَمُ تَأْخِرُهَا. Ve selefler günah ettikdə hemen tövbeye qapanardılar. Tövbeye tələsərdiler ve onu gecikdirməzdilər. Yani يَخَافُونَ اَنْ يُدْرِكُمُ الْمَوْتِ قَبْلَ التَّوْبَةِ. Selefler deyir ki, tövbeye yakın, yani hemen tələsərdiler çünkü korkurdular ki, yani tövbe etmeden onlara ölüm gelir. Ölüm onları yakalayar. Ve o yüzden ne edirdiler? Tövbeye tələsirdilər daima. Ve sonra el-iktar minel istiğfar. Ve selefler çoxlu istiğfar ederdiler. Bağışlanma istəyərdi Allah Teala'dan. İqtidaen bin Nebi sallallahu aleyhi ve sellem. Peygamberimiz sallallahu aleyhi ve selleme tabi olaraktan, ona uyaraktan çoxlu istiğfar edirdiler. Ellezine kâne yestağfirullah fi yevm ekser min 70 marra. Gün ərzində 70 dəfə və yaxud da 100 dəfə və yaxud da daha da çox ne ederdiler? İstiğfar ederdiler. Allah'tan bağışlanma istediler. Ve seleflere qayıtdıqda isə el-xawf min adami qubul tövbə. Selefin halı daima korkurdular ki Allah Teala tövbeleri özlerinden kabul etmez. Yani müminin de halı belə olmalıdır. Eğer mümin tövbe ettikdə narahat olarsa ki tövbe bizden benden kabul olunmaz, o zaman o günahlara qayıtmır. Qayıtmamasına sebep olur. O zaman o tövbenin üzerinde kalmasına, yani güçlü, yani devam eləməsinə ne olur? Sebep olur. Ve ona göre selef deyir ki, "Xawf min adami qubul tövbe." Yani onlar korkurdular ki tövbe özlerinden tövbe kabul olmaz. Ve kanu yecma'una beyne'r rica ve'l xawf. Yani ümidle, xawf ile Allah'la ibadet ederdiler, Allah'a yakınlaşardılar. Ve la yahtarruna bi a'malihim. Onlar emelleri ile yani gürurlanmazlar, yani lovğalanmazlar. Ha, biz böyle emel edirik, namaz kılırıq, oruç tuturuq, zekat veririk, yaxşılıq edirik. Yani bu şeylere göre özlerini yani yukarıdan aparmazlar. Daima yani özlerini küçümsüləyərdiler. Özlerinin ettiği emelleri az görərdiler. Ve diğer ise iktar min amel saliha. Ve seleflerin hallarına odur ki onlar tövbe ettikten sonra çoxlu güzel emeller ederdiler. Salih emel işləyərdiler. Lennel hasenat temhu seyyiat. Biz bilirik ki yani güzel emeller insanın günahlarını silip aparır. Diyecek ki Allah Teala deyir ki: "Ve akimis salate ve tarafeyn nehar ve zulefen minel." Sabah akşam namaz kıl ve gece yarısı. Sonra ayetin sonunda deyir ki: "İnnel hasenati yuzhibne seyyiat." Həqiqətən yaxşı əməllər, gözəl əməllər günahları nedir? Silip aparır. Buna göre selefler tövbe ettikten sonra yani ibadetlerini artırardılar. Güzel emelleri artırardılar. Bu ayete esasen. İnsan günah eden kimi güzel emel. Yani insan bir günah elədisə ona uygun güzel emel etsin. Allah pis yolda pul xərclədisə hemen yaxşılıqla pul xərcləsin. Ona uygun olan bir şey eləsin. Bu daha yani tövbəsinin kabul olması için veya da yani ettiği emelin yani günahın bağışlanması için daha büyük sebep. Ve min akvali selef fi tövbe, yani selefin sözlerinden tövbe ile bağlı Hasan-ı Basri diyor ki: "Ektiru minel istiğfar fi buyutikum." Evlerinizde çoklu istiğfar edin. Hasan-ı Basri diyor ki evlerinizde çoklu istiğfar edin. Yani yolunuzda, evinizde, pazarlarınızda, meclislerinizde, diyor ki bütün halınızda istiğfar edin. Ve innekum la tedruna meta tenzilul mağfira. Çünkü siz bilmirsiniz ki bağışlanma ne vaxt nazil olur. İnsan bütün halında ne etmelidir? Tövbe etsin. Yol giderken, evinde oturarken, mescitte oturarken, iş başında olarken, bazarda olarken terk eləmin. İki daimi istiğfar edin. Çünkü siz bilmirsiniz ki Allah'ın mağfireti, bağışlanması ne vaxt nazil olur. Ve sonra tövbənin qəbul olunmama halları var. Necə ki dersin əvvəlində dedim, iki hal var ki insanın tövbəsi qəbul olunmaz. Onlardan birisi ölüm ayağına, ölüm boğazına yetişdikdə, qarqara deyirlər buna. Qarqara nöqtəsinə ölüm için yani ruhu qarqaraya yetişdikdə Allah Teala ondan tövbəni qəbul etmez.
Çünkü Allah Teala dedi ki وَلَيْسَتِ التَّوْبَةِ لِلَّذ۪ينَ يَعْمَلُونَ السَّيِّئَاتِ. Dedi ki tövbe bunlar için değil. Onlar gece gündüz günah ederler. Ölüm geldikte, gargara vəziyyəti yarandıkta "Qâle inni tubtul âne." Deyərlər ki, indi tövbe etdim. Allah Teala bunu bağışlamaz. Bunlar için tövbe yoktu yani. Bu ayet onu gösterir ki ölüm ayağında, ölüm boğaza yetiştikte tövbe kabul olunmur. Tövbe önceden edilmelidir. Ve diğer Peygamberimiz sallallahu aleyhi ve sellem diyor ki "İnna Allaha yakbelü tevbetel abd ma lem yugargar." Allah Peygamberimiz sallallahu aleyhi ve sellem diyor ki Allah Teala kulun tövbesini kabul eder ne vakti kimi gargara olmadıkça, yetişmedikçe, yani ölüm boğaza gelmedikçe Allah Teala kulun tövbesini kabul eder. Ve ikinci halda tövbenin kabul olmasına mani olan ikinci sebep de güneşin battığı yerden çıkması. Bu zaman güneşin battığı yerden çıkması arkadaşlar kıyametin en büyük alametlerinden biridir. Ve Allah Teala Kur'an-ı Kerim'de dedi ki "Yevme ye'ti ba'du ayati rabbih." ki o gün Allah'ın bazı ayetleri gelecek. La yenfa'u nefsen imanha. O zaman ki nefse yani imanın faydası olmayacak. Yani tövbenin faydası olmayacak. Yani o zaman iman getirsen o imanın faydası olmayacak. Niye? Çünkü artık yani bazı ayetler, kıyametin alametleri ortaya çıktı. Onlardan biri de güneşin battığı yerden çıkması. Böyle bir halde insan ben iman getirdim deyerse artık Allah Teala o zaman senden o imanı kabul etmez. Çünkü Allah Teala ayette diyor ki yevme ye'ti ba'du ayati rabbik la yenfa'u nefsen imanha. Diyor ki nefse o zaman iman fayda vermez. Ve sonra bu iki sebep de yani tövbenin kabul olmasına mani olan sebeplerden. İki hal var. Ölüm boğaza yetiştikte ve güneşin battığı yerden doğdukta. Buna göre bu daima tövbeye, bunlar hamısı bakın nezer salsak Kur'an-ı Kerim'in ayetlerine, tövbeyle bağlı ayetlerine nezer salsak hamısı bizi tövbeye tələsmeye çağırır, davet edir. Yani tövbeye tələsmeliyiz. Tövbeni hemen hayata geçirmeliyiz. Ve Allah'tan ümidimizi üzmemeliyiz. Allah Teala diyor ki: "Ve la taqnatu min rahmetillah." Yani günah ettiğinize göre Allah'ın rahmetinden ümidinizi üzmeyin. Allah'a dönün, tövbe edin. Yani tövbe o kadar azametli ve büyük ibadetlerden biridir. Ve insan ne günah edir etsin, günahın büyüklüğü ne kadar olur olsun. Ama o samimi Allah'a dönerse, samimiyetle Allah'a tövbe ederse Allah Teala onun tövbesini kabul eder. Bu da bir növ bizim için, kulları için Allah Teala'nın rahmetidir. Ki Allah Teala tövbeni onlardan kabul edir. Eğer tövbe kabul olmasaydı gör halımız ne olardı? Yani biz yine de asi olacaktık, yani günah edecektik ama Allah Teala bizden tövbeni kabul etmeyecek. Yani şükürler olsun ki Allah Teala bize tövbe kim bir nimet verip ki yani Allah'tan bağışlanma isteyebiliriz. Günahlarımızın bağışlanması için tövbe sayesinde günahlarımız bağışlanabilir. Ve buna göre de kul tövbeye tələsməlidir. Tövbe etmelidir. Tövbede səhlənkar olmamalıdır. Sonra edeceğim veyahut Allah Teala məndən tövbəni kabul etmez. Bu kimi düşünceler, bu kimi yani fikirler yani kabul olunmaz. Kul gece gündüz günah etse de bile Rabbine dönür. Eğer o sadik, doğru şekilde Rabbine dönerse Allah Teala ondan günahları bağışlayır ve hemçinin de Allah Teala yani kul samimi tövbe ederse ettiği günahlar, tövbeden evvel ettiği günahlar hasenete, güzel amele çevrilir. Bu sebepten Allah'tan istedik ki Allah Teala bizi hakiki tövbekarlardan etsin. Allah Teala bütün tövbelerimizi kabul etsin. Allah Teala bizi günah ve günah ehlinden uzak eylesin. Ve Allah Teala bizi daima hakkı eşidip hakkı amel edenlerden, batili görüp ve batilden uzak kalanlardan eylesin. Allah sizden razı olsun. Allah Teala bizi eşidip faydalı